Salam əziz həmvətənlərimiz, əziz dostlarımız. Bir kısa video çəkməyə qərara gəldim. Bilirsiniz, mən İsmail Zalov olaraq hər zaman faktla, subutla həm çəkilişlərimi edirəm, həm bəyanatlarımı verirəm, həm fotoları verirəm. Bilirsiniz, fakt, subut tam ayrı şeydir. Yalan danışmakla bəzi insanlar özlərini sosial şəbəkədə reklam edirlər. Ancaq əllərində subutları, faktları, hansı işə sahib olan və hansı işlə məşğul olurlar heç bəlli deyil. Nə sənəti var, nə subutu var. Mən bir daha da öz təşəkkürümü bildirirəm. Avropa İnsan Hakları Məhkəməsinə, Fransanın Strasburgda yerləşən Avropa İnsan Hakları Məhkəməsinə ki, mən bir hüquqşünas olaraq məni rəsmi tanıyırlar və mənə sertifikat veriblər, mənə sənət veriblər, subut veriblər. Bu da mənim əlimdə əsasən sənətim, vəsiqəmdir. Bilirsiniz, şükürlər olsun, türk dilli dövlətlərdə məhkəmələrində iştirak etmişəm, beynəlxalq hüquq müdafiəçisi olaraq və 3 məhkəməmizdə də qalib olmuşuq. Qalibçiliyimizi, sevincimizi faktlarla, subutlarla, video çəkilişlərlə, fotolarla vətəndaşların öz ifadələrini, öz fikirlərini sevinç göz yaşlarına kimi çəkmişik, paylaşmışıq. Mənə ehtiyac yoxdur reklam etməyə. Mənim sənətim var, subutum var. Eşq olsun gözəl insanlar. Hər bir insan öz işi ilə məşğul olsa, hər şey yaxşı olur. Mən fəxr edirəm ki, mən Azərbaycan Respublikasının vətəndaşıyam. Mən fəxr edirəm ki, Azərbaycan Respublikasının vətəndaşı olaraq Azərbaycan dövləti hüququ, demokratik bir dövlətdə yaşayıram və dünyaya göz açmışam. Azərbaycan dövlətimizin şəxsiyyət vəsiqəsini daşıyıram və Azərbaycanlı olmağımla da fəxr edirəm. İnsan öz əqidəsini itirməlidir. İnsan, əgər o insandırsa, hansı sənətə malikdirsə, o sənətin dalsızcan gedirsə, ona Allah ruhsunu da verəcək, qoruyucudur. Kimsə, hansısa bəndə kiminsə yolunu kəsə bilməz. Allah ucaldan bəndəsini kimsə hansısa bəndə onun qarşısını, yolunu kəsə bilməz. Şər ata bilər, böhtan ata bilər, ancaq o böhtan da, şər də ona yapışmayacaq. Eşq olsun gözəl insanlara. Özünüzdən müğayət olun və izləyin. İlk dəfədir gedirəm bu dövlətə. Azərbaycan dövlətim hansı dövlətlə qardaşdırsa, mən də o dövlətlə qardaşım. Hansı dövlətlə dostdursa, mən də o dövlətlə dostam. Eşq olsun gözəl Azərbaycan xalqıma. Biz xalq olaraq qeyrətli, namuslu bir xalqıq. Eşq olsun gözəl dostlarımıza.